Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə nun hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 25-ci hərfi nun hərfidir. Bu hərf dilin ucunu yuxarı kəsici dişlərin damağına toxundurmaqla tələffüz edilir və ya üst ön dişlərin dibinə toxundurmaqla tələffüz edilir. Azərbaycan dilində olan n səsinin tamamilə oxşarı və fərqli olaraq çox incə formasıdır. Səslənməsindən nəzər salaq. Nun, nun, nun. Ekranda nun hərfinin müstəqil kəlmə əvvəlində, ortasında və sonunda yazış formasını görürsünüz. Gəlin praktiki olaraq yazaq. İlk öncə müstəqil formasını yazmağa çalışaq. Deməli, yuxarıdan aşağı doğru çəkirik və daha sonra sola doğru və yenidən yuxarıya doğru və üzərində nöqtə işarəsi qoyuruq. Yəni çətin bir hərf deyil, yəni prinsipcə dilimizdə olan U hərfi kimidir. Yəni U hərfi kimi yazırsınız, üstünə bir dənə nöqtə qoyursunuz. Prinsip olaraq, yəni struktur olaraq bundan öncə keçdiyimiz B, T, Th hərfinə bənzəyir müəyyən qədər strukturu. Fərq ondan ibarətdir ki, B, T, Th hərflərində, yəni bu aşağı hissə daha uzundur, burada qısadır. Həmçinin B hərfində aşağıda bir nöqtə olurdu, T hərfində üstündə 2 nöqtə olurdu, Th hərfində isə 3 nöqtə olurdu. Nun hərfində isə üstədir bu. Kəlmənin əvvəlində yazış formasını yazaq. Eyni ilə B, T, Th hərflərindəki kimidir, yəni ümumi strukturu. Üzərində bir nöqtə qoyulur, yəni onlardan fərqli olaraq. Bir daha yazmağa çalışaq. Deməli, yuxarıdan aşağı doğru çəkirik, daha sonra sola doğru uzadırıq və üzərində bir nöqtə qoyuruq. Sol tərəfi açıq olur ki, özündən sonra hansısa bir hərfə birləşsin. Bundan öncəki dərslərdə biz deməli keçmişdik zəl hərfini, zəl hərfinin yazılışını siz bu hərfin orta yazılışına bənzədə bilərsiniz. Gəlin baxaq. Deməli, nun hərfinin ortada yazış forması kəlmənin əvvəlində olan formasını sağ tərəfində çıxıntı qoymaqla yaza bilərsiniz. Məsələn, yazmağa çalışaq, çıxıntı qoyduq, yuxarıya doğru çəkdik, daha sonra yenidən aşağı və sola doğru çıxıntı, üzərində nöqtə. Bax, bu formanı siz bununla qarışdıra bilərsiniz, qarışdırmaq olmaz. Yəni, bilmək lazımdır ki, dəl hərfi özündən sonra hər hansı bir hərfi birləşmir, yəni bundan sonra yəni çıxıntı ola bilməz də. Ona görə, yəni görsəz ki, bu uzundur, bu hissə. Yəni bu birinci bu dəl hərfi ola bilməz. Bu mütləq nun hərfidir. Bir daha yazıram, çıxıntı, üstə düz xətt çəkdik, daha sonra yenidən aşağı və sola doğru düz xətt və üzərində nöqtə. Bir daha çəkirəm. Yəni bir daha deyim, qarışdırmaq olmaz. Yəni dəl hərfi ancaq özündən əvvəl birləşə bilər. Özündən sonra birləşə bilməz. Ona görə bunu qarışdırmayın. Həmçinin də B, T, Th hərflərlə qarışdırmaq olmaz. Çünki T, Th hərflərində yəni nöqtələrin sayı 2 müvafiq olaraq 2 və 3-dür. B hərfində isə 1-dir. Yəni amma B hərfində aşağıdadır bu nöqtə. Nun hərfində isə yuxarıdadır. Kəlmənin sonunda isə müstəqil formasına sağ tərəfdən çıxıntı qoymaqla yaza bilərsiniz. Çıxıntını qoyuruq və nun hərfini yazmağa çalışırıq. Bir daha çıxıntını qoyuram. Nun hərfinin müstəqil formasını yazıram. Yenə çıxıntını qoyuram. Nun hərfinin sərbəst formasını yazıram. Belə siz də bu hərfin müxtəlif yazış formasını ən azı bir sətir yazaraq praktika edin ki, zəhninizdə daha yaxşı qalsın inşallah. Bu qədər. Esselamu Aleyküm.